peşəkar müəllimlərlə biz dərs keçirik hal-hazırda və bu mənim üçün çox böyük bir hədiyyədir demək olar. Bugün yaradıcılıqla məşğul olacağıq, amma hansı növ ilə hələ qərar verə bilməmişəm. Bu barədə bizə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçiləri kömək edəcək. Getdik. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əsas məqsədi həssas əhali qruplarından olan şəxslərin yaradıcılıq potensialını inkişaf etdirmək və onlara sosial-psixoloji dəstək göstərməkdir. Burada rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristikada daxil olmaqla ümumilikdə 14 fəaliyyət və subfəaliyyət istiqaməti üzrə təlimlər keçirilir. Tələbələrim var, benisiyalarım var, hansı ki, elə maraqlı işlər yaradır. Heç mənim ağlıma gələ bilməzdi ki, yəni bu necə fikirləşib, bu necə düşünüb. Və burada dərslərdə də çalışıram ki, onların fantaziyasını daha inkişaf eləyim. Nəinki öz fantaziyamı onlara yönətməkdənsə, sadəcə burada çalışıram, texnikanı öyrədim, keramik texnikaları öyrədirəm və ondan sonra bir yerdə çalışırıq, nəsə maraqlı bir iş ərsəyə gətirək. Xalçaçılıq otağında eskizləri xalçaya çevirməyə çalışan benefisiarlardan biri də Mingəçevirdən gələn Samirə Əliyevadır. O benefisiar kimi başladığı bu yolu təlimçi olaraq bitirmək istəyir. Xalçaçılığı bilirdim. Yeni Ramana Əlilər evində 6 ay kurs öyrənmişəm. Orada sertifikatım var. Cənab İlham Əliyevin portretini də toxumuşam. Və orada nazirimiz də gördü, bəyəndi. İstəyirəm ki, gələcəkdə öz işimi qurum, öz müəllim olum, öz tələbələrim olsun, o məqsədlə gəlmişəm. Burada təlimlərə cəlb olunmuş benefisiarlara psixoloq, sosial işçi, defektoloq, loqoped, surdotərcüməçilər tərəfindən psixososial dəstək də göstərilir. Məqsəd həssas əhali qrupundan olan şəxsləri cəmiyyətə reinteqrasiya etmək, uğurlu adaptasiya və sosiallaşmasını həyata keçirməkdir. Mərkəzə şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, az təminatlı ailələr, əlilliyi olan şəxslər də müraciət edə bilərlər. Mərkəzə qəbul 6 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulubdur. Qəbul 2 mərhələdən ibarətdir. İlkin olaraq vətəndaşlar lazımi sənədləri toplayaraq Dost mərkəzlərinə və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edirlər. Daha sonra mərkəzə yaradılmış qiymətləndirmə komissiyasına dəvət olunurlar. Komissiyanı uğurla keçmiş şəxslər mütəxəssislər tərəfindən müvafiq yaradıcılıq və ya reabilitasiya prosesinə yönəldilə bilirlər. Burada hamının böyük arzuları var. 17 yaşlı Çingiz 9 yaşından xorda ifa edir. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə müəlliminin tövsiyəsi ilə qoşulan Çingiz Azərbaycanı Avroviziyada təmsil etməyi arzulayır. Böyük təcrübə mənə qazandırdı. Çox gözəl dostlar mənə qazandırdı bura. Peşəkar müəllimlərlə biz dərs keçirik hal-hazırda və bu mənim üçün çox böyük bir hədiyyədir demək olar. Burada hər kəs bilmədiyi bacarığını kəşf edir. Gəldik bu məlumatı da sizə çatdıraq ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də dostumuz var.